Berşevayı təbrik etmək istəyirəm qələbələri münasibəti ilə. Biz qolla başlasaq belə, qol vursaq belə, mövqeyimiz elə idi ki, Berşeva irəli çıxdı. Biz oyunu itirdik. Çünki keyfiyyətli həqiqətən bir komandadır və daha çox vertikal bir oyun oynadılar, amma biz çalışırdıq ki, bu ritmi saxlayaq. Beləcə bu şəkildə olur. Bilirsiniz, vəziyyət necə olur? Hazırlaşmağa çalışsaq da bugün qəbul etməliyəm, səmimi söyləməliyəm ki, çox önəmli bir an idi bizim üçün və hesab elədik ki, bizə yenə şans verir. Son oyunumuzda da Hormusa qarşı belə bir hesabla bitirmişdik və Bakıda biz geri dönməyə qadir olduq. Fərqli bir oyun nümayiş etdirdik. Aydın olan odur ki, biz nə etməliyik? Bunu bilirik. Biz Berşevaya bütün səhvlər etməyə məcbur etməliyik və qolu vurmalıyıq və imkanımız var idi biraz irəli çıxmaq üçün. Bizim dəfələr oldu belə bir imkan. 2-1 hesabı ilə bitdi. 1-0, bəli, 1-0. Düşünürsünüz ki, bu səviyyədə bilirsiniz ki, heç bir komanda bir defisitlə bitirə bilməz. İkinci oyunu biz evdə oynayacağıq və mən həqiqətən də buna səmimi qəlbdən inanıram ki, çünki biz bu qolu, yəni əldə edə bilərik ki, qazana bilərik. Sizin oyununuzla bağlı başlanğıcda Berşevaya da siz oyunu apardınız. Mən dediyim kimi, düzəltməli olduğumuz odur ki, biz Berşevaya daha çox mövqedə səhvlər etməyə məcbur edə bilərik. Daha çox irəli getməliyik və çalışmalıyıq ki, onlar səhvlər etsinlər və qol, belə deyək, biz qol vura bilək onlara. Məncə İkinci oyun planı bunun üzərində qurulmalıdır. Müdafiəçilər təbii ki, 3 gün ərzində təşəkkür etmək istəyirəm ki, onlar bu oyunu 90 dəqiqə oynadılar. Bu keyfiyyətlə bağlı nə deyə bilərsiniz? Bəli, həqiqətən də mən bu heç bir komanda üçün bəhanə axtarmaq istəmirəm, amma bu sualı verdiyinizə görə gərək cavab verək. Çünki yaxşı vəziyyətdə deyildi və heyf ki, belə idi. Çünki bu səviyyədə oynayanda və Çempionlar Liqasına gəldiyiniz zaman bu Çempionlar Liqalarının himnini eşidirsiniz və ən yaxşı keyfiyyəti gözləyirsiniz. Sadəcə özünüzlərdən deyilmi, rəqiblərdən də bunu gözləyirik. Dünyada yəni belə bir təcrübə var. Ümid edirəm ki, standartlara uyğun deyildir. Baxaq, görək necə olacaq. Bakıda biz öz stadionumuzda oynamayacağıq. Çünki bizim stadionumuzda yetərli qədər adam sayını tuta bilmir. Ona görə də stadionun vəziyyəti ilə bağlı, keyfiyyəti ilə bağlı ilk dəfədir ki, siz bu stadionda oynayacaqsınız. Xeyr, biz bu stadionda 3 dəfə artıq oynamışıq. Keçən sezonda Qarabağa qarşı, ona görə də onlar da öz yerlərində oynayırlar. Fərqli olacaq. Təbii ki, öz stadionumuzda bizim çox güclü oyun nümayiş etdirə bilirik. Bilirsiniz, səyahət etməyə ehtiyacımız yoxdur. Öz evimizdəyik, hər yer tanıyırıq. Bizi izləyən azərkeşlərimiz oradaydı. Çünki Berşeva siz biraz sürpriz oldu sizin üçün. Bilin, baxın, məni analiz etməyə başlayanda məni təəccübləndirmişdi. Oyun şəkilləri, necə cəsarətli olduqlarını, hansı cəsarəti göstərdiklərini, topa necə sahibi olduqlarını, penaltini necə vurduqlarını.
və onların məşqçisi də, baş məşqçisi də çox keyfiyyətli baş məşqçidir. Ona görə də onlardan ən yaxşı keyfiyyətlərini, əks hücum getmələri, mövqe tutmaları fantastikdir həqiqətən də bu. Və mən öz həmkarıma, baş məşqçiyə təbrik etmək istərdim. Çünki deməzdim ki, unikaldır, amma oyun stilləri, üslubları qədər xüsusidir və bu səviyyədə başqa bir şey gözləmək doğru deyil. Çünki biz mərhələ oyunlarındayıq və bu cür komandalarla qarşılarıq və xüsusi bir səviyyədə olan bir oyunçu idi və əgər siz bu oyunu azarkeşsinizsə öz komandanızdan fəxr edə bilərsiniz. Başqa suallar varmı? Yoxdursa biz mətbuat konfransımızı bitirdik. Təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun.